Əziz məktəb dostlar, mən izləyən valideynlər. Bugün Zambaq nəşriyyatının monitor vəsaitindən 4-cü bölmə üzrə Azərbaycan dili mətnlərini izah edəcəm. Tənha çınar ağacı bədii mətindir. Geniş çöllükdə tək bir ağac bitmişdi. Harda bitmişdi? Çöllükdə bitmişdi. Nə bitmişdi? Ağac bitmişdi. Ağac necə idi? Tək idi. Ətrafında heç bir ağac bitmədiyindən onu tənha çınar adlandırırdılar. Onu niyə tənha çınar adlandırırdılar? Ətrafında heç bir ağac bitmədiyinə görə. Və ya da belə sual verə bilərsiniz. Ətrafında heç bir ağac bitmədiyinə görə onu necə adlandırırdılar və ya da ağacı necə adlandırırdılar? Bu tənha çınar illərdir ki, beləcə tək başına arxa dayağı olmadan yaşayırdı. Yəni arxa dayağı olmadan o demək, yəni köməyi olmadan. Qışda yağan qar onun canına qorxu salırdı. Canına qorxu salmaq o demək, yəni qorxudurdu onu, narahat edirdi. Yağan qarın ağırlığından az qalırdı ki, tənha çınarın budaqları qırılsın. Deməli, çınar qışda niyə qorxurdu uşaqlar? Bəli, o qorxurdu ki, qar yağacaq və onun budaqları əyiləcək, qırılacaq. Payızda isə külək onu kökündən qoparacağını söyləyərək öz gücünü göstərməyə çalışırdı. Deməli, payızda niyə qorxurdu? Külək ona demişdi ki, səni kökündən qoparacağım güclü şəkildə əsərək. Bir gün tənha çınar yenə düzənlikdə, yalnız vəziyyətdə uçsuz-bucaqsız çölləri seyr edirdi. Birdən əsməyə başlayan güclü külək özünü tənha çınara yetirdi və lovğalanaraq dedi. Lovğalamaq uşaqlar özündən razı, özünü bəyənmək deməkdir. Deməli, külək tənha çınara lovğalanaraq görək nə deyir? Deyilənlərə görə məndən əvvəl bu çöllərdən əsən heç bir külək səni kökündən qoparmağı bacarmayıb. Mən ellərin, obaların üstündən əsərək sənin haqqında deyilənlərin doğru olduğunu yoxlamağa gəlmişəm. Bu saat elə əsəcəyəm ki, kökün torpaqdan ayrılacaq. Daha sonra səni uzaqlara atacağam. Deməli, uşaq, külək niyə gəlmiş? Külək eşitmişdi ki, bəs bir çınar ağacı var, o çınar ağacına heç bir küləyin gücü çatmır. Və həmin külək də gəlmişdi ki, o qoca çınarı, tənha çınarı yıxsın, qırsın, kökündən çıxartsın. Tənha çınar dedi, doğrudur, sən mənim yarpaqlarımı qopara, budaqlarımı da qıra bilərsən. Amma unutma ki, köküm daim yerin altında qalacaq. Bax, kökü bax bu hissəsidir. Amma unutma ki, köküm daim yerin altında qalacaq. Bir vaxt gələcək, yenə torpaqdan boy atıb çıxacağam. Daha sonra böyüyüb, yenidən qol budaqlı ağac olacağam. Bəli, o deyir ki, sən məni kökümdən çıxarsan da, yenə də mənim köklərim torpağın altındadır. Onlar daim oradan böyüyəcəklər, çoxalacaqlar. Mətndə hansı epizoda rast gəlinmir? Çınarın ətrafı seyr etməsinə var idi. Baxın, burada deyildi ki, bir gün tənha çınar yenə də düzənlikdə, yalnız vəziyyətdə uçsuz-bucaqsız çölləri seyr edirdi. Baxın, bu fikir var. Küləyin lovğalına, bəli, orada külək lovğalanırdı, bunu artıq bildiniz. Çınarın tutarlı cavabına, bəli, tutarlı cavab nədir? Yəni, çınar orada küləyə tutarlı bir, belə möhkəm bir cavab verir ki, deyirsən məni qopara bilərsən, ağaclarımı, budaqlarımı qopara bilərsən, ancaq köküm yerin altındadır. Hər zaman yerin altından boy atıb çıxacağam. Bəli, bu tutarlı cavabı idi, bax bu hissə, çınarın cavabı idi. Küləyin mehribanlığına biz rast gəlinmirik, çünki külək lovğalanırdı. Biri altından xət çəkilmiş sözün düzgün izahıdır. Altından xət çəkilmiş söz canına qorxu salırdı. Canına qorxu salmaq kimisə bərk qorxutmaq deməkdir. Yəni, qış çınarı qorxudurdu. Aşağıdakılardan biri küləyə aid edilə bilməz. Lovğadır, bəli, aiddir. Öz gücü ilə öyünürdü, bəli, o öz gücü ilə öyünürdü. Yəni, deyirdi, mən güclüyəm. Yəni, öz gücü ilə öyünmək, öz gücünü tərifləmək deməkdir. Çınarı kökündən qopartmaqla hədəliyir, bəli, xoş niyyətlidir, xeyr, heç də onun niyyəti xoş deyildi, istəyirdi ki, çınarı kökündən qopardı. Çərçivədə verilmiş cümlənin mətnin hansı hissəsini artırmaq olar? Çınar ağacının bu sözlərindən sonra külək sakitcə əsib getdi. Həmin sözləri Çınar harda dedi? Sonluq hissədə dedi. Deməli, həmin, bax bu cümlə nəticə hissəyə aid ola bilər. 4C-dir.
Bax. Mətnə əsasən biri doğru deyil. Çınar ağacının yan yörəsində heç bir ağac olmadığından onu tənha adlandırırlar. Bəli, o olduğu yerdə çöllükdə tək idi deyə onu tənha çınar adlandırırdılar. Külək öz gücünü tənha çınara sübut etməyə çalışırdı. Bəli, sübut etməyə çalışırdı ki, o güclüdür, onu qopardacaq. Çınar güclü küləyin onu yarpaqlarını qoparacağından qorxmurdu. Doğru deyil deyir. Yəni qorxmurdu yox, narahat idi deyək. Yəni bu doğru fikirdir. O narahat idi ki, onu qoparacaq. Yox, uşaq qorxmurdu. Yəni narahat deyildi ki, onu qoparacaq. Çünki o öz kökünə güvənirdi. Külək, yəni bu fikir doğrudur. Yəni Çınar küləkdən qorxmurdu. Qorxmamağın səbəb də onun öz köklərinə güvənməyi idi. Külək var gücü ilə əsərək Çınarı kökündən qoparmağı bacardı. Yəni biz mətndə elə bir səhnəyə rast gəlmədik. Mətnə əsasən uyğun variantı seçin. Doğrudur. Külək öyünməyi sevir. Doğru idi. Çınar özündən razı və tərsdir. Xeyr, Çınar özündən razı və tərs deyildir. Burada doğru cavab elə A variantıdır. Yəni biz burada doğrunun altında doğrunu, yanlışın altında isə yanlışı seçirik. Xeyriyyəçilik, informativ mətin. İnsanlar çətin vaxtlarda həmişə bir-birinə yardım göstərmişlər. Ehtiyacı olana ya biraz pul, ya hava yemək, ya da gecələməyə yer vermişlər. Deməli, insanlar bir-birinə necə yardım göstərdilər? Ya ehtiyacı olana pul verirdilər, ya hava yemək verirdilər, ya da gecələməyə, ya da yatmağa yer verirdilər. Bütün dövrlərdə kasıb və xəstə adamlara yardım etmək mərhəmətin göstəricisi sayılmışdır. Deməli, hər dövrdə mərhəmətin göstəricisi nə idi? Necə insanlar mərhəmətli sayılırdılar? Kasıb və xəstə adamlara yardım etmək. Xeyriyyətçi təşkilatlar ehtiyacı olan insanlara yardım göstərir və ya başqa faydalı işlərlə məşğul olurlar. İlk xeyriyyətçi təşkilatlar hələ orta əsrlərdə meydana gəlmişdir. O zamanlar onlar çox az adama yardım göstərə bilirlər. Deməli, xeyriyyətçi təşkilatlar ehtiyacı olan insanlara yardım göstərirdilər və həmçinin bununla yanaşı başqa faydalı işlərlə də məşğul olurdular. Və ilk xeyriyyətçi təşkilatlar nə zaman yaranmışdı? Orta əsrlərdə. Amma hələ təzə-təzə yarandığı üçün o zaman çox az adama yardım eləyə bilirdilər. Müasir dövrdə xeyriyyətçi təşkilatlar müxtəlif işləri yerinə yetirirlər. Bəziləri evsizlərə yardım göstərir, bəziləri acıq çəkənlərə və ya təbii fəlakətlərdən, məsələn, zəlzələdən zərər çəkənlərə qida və dərman verirlər. Onlar həm də məktəb, muzey və xəstəxanalar üçün pul yığır, təbiəti mühafizə etməyə kömək edir, mühüm tibbi tədqiqatlar aparırlar. İnsanlar tarixə öz gözəl, xeyirxah əməlləri ilə düşür və gələcək nəsillərə örnək olurlar. Azərbaycanda da mal mülkünü kasıb və kimsəsiz insanlardan əsirgəməyən səxavətli və nəcib insanlar olmuşdur. Ağa Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Nabat Aşurbəyova kimi insanlar bugün də sevilir, hörmətlə anılırlar. Hazırda bu vəzifəni Heydər Əliyev fondu layiqincə yerinə yetirir. Ölkəmizdə xeyriyyətçilik istiqamətində Mehriban xanım və Leyla xanım Əliyevanın rolu danılmazdır. Gəlin baxaq. Mətnin ideyasına uyğun gələn aforizmi müəyyənləşdirin. Xeyirxahlıq heç vaxt köhnəlməyən libasdır. Bəli, yəni xeyirxahlıq eləsən heç vaxt unudulmaz, unudulmamalıdır, köhnəlmir. Mətnə əsasən hansı faktdır? İnformativ mətn deyəndə burada dəqiq konkret məlumatlar, faktlar olur. Yəni burada bizim fikrimizə önəm verilmir. Verilir, yəni biz dəqiq konkret deməliyik ki, xeyriyyətçilər kimlər idi, hansı fondlar var idi, insanlara necə yardım və s. Məncə, xeyirxah insanlar paylaşmağı sevirlər. Əgər məncə, fikrimcə, mənə görə ifadələri varsa, bunlar əsasən fakt olmur, münasibət olur. Azərbaycanda məşhur xeyriyyətçilərdən biri də Hacı Zeynalabdin Tağıyev olmuşdur. Bəli, bu faktdır ki, həqiqətən də o xeyriyyətçi olmuşdur və mətnə əsasən deyirsə, burada da, mətndə də Hacı Zeynalabdin
Hacı Zeynalabdin Tağıyevin də adı çəkilir. Biri qırmızı hərflərlə yazılmış sözü əvəz edə bilməz. Qırmızı hərflə yazılmış söz. Hara getdi mətnimiz? Qırmızı hərflərlə yazılmış söz. Səxavətli. Səxavətli və nəcib insanlar. Səxavətli insan, uşaqlar, əli açıq insan deməkdir. Yəni, hamıya yardım edə bilən. Bəli, əli açıqdır, cömərd insandır. Cömərd o mənada ki, yəni hamıya yardım eləyən, kimsə ona yardım istəyən də əsirgəməyən. Geniş ürəkli, bəli, geniş ürəkli o deməkdir ki, insanlara ehtiyacı olanda kömək edin. Səmimi isə olmaq başqa bir anlayışdır. Yəni, bu, səxavətli olmağa aid bir ifadə deyil. Həmin sözü əvəz edə bilməz. Mətnə əsasən uyğunluğu müəyyən edir. İlk xeyriyyətçi təşkilatlar yarandı. Ən qədim dövrdə. Xeyr, orada baxan var idi. Nə zaman yarandı? O ilk xeyriyyətçi təşkilatlar hələ orta əsrlərdə meydana gəlmişdi. Xeyriyyətçilər yardım göstərməyi sevirlər. Yalnız kimsəsizlərə. Xeyr, yalnız kimsəsizlərə deyil. Həm xəstələrə dərman verirlər, həm təbii fəlakətdən zərər çəkmişlərə kömək edirlər və s. Xeyriyyətçilik istiqamətində layiqli addımlar atır. Bəli, Heydər Əliyev fondu. İnsanlar tarixə qəhrəmanlıq göstərməklə düşür. Yəni, Ağamusa Nağıyev qəhrəmanlıq göstərməyib. Qəhrəmanlıq o demək ki, yəni döyüşmə filan. Xeyr, o sadəcə xeyriyyətçilik. İnsanlara elədiyi xeyriyyətçiliklə, yardımlarla tarixə düşüb. Yəni, bu qəhrəmanlıq deyil, yəni yardıma aiddir. Xeyriyyətçi təşkilatlar haqqında doğru fikri hansıdır? Kasıb və imkansızlara kömək edilir. Doğrudur. Mətnə əsasən hansı suala cavab tapmaq mümkün deyil? İlk xeyriyyətçi təşkilatlar nə zaman yaranmışdır? Orta əsrlərdə. Azərbaycan xeyriyyətçiləri kim idi? Orada göstərildi. Ağamusa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, sonra Aşurbəyov, Nabat Aşurbəyova və Mehriban xanım Əliyeva və Leyla xanım Əliyeva. Heydər Əliyev fondunun işlərini layiqincə yerinə yetirirlər. Daha sonra Heydər Əliyev fondu neçənci ilə yaradılmış? Uşaqlar, burada, bu mətndə bu sual cavab tapmaq mümkün deyil. Çünki Heydər Əliyev fondunun neçənci ilə yaradıldığı haqqında mətndə məlumat yoxdur. Öz mal mülkünü kasıblardan əsirgəməyən insanlar necə adlanır? Səxavətli insanlar adlanır. Xeyriyyətçi insanlar adlanır ki, biz də mətndə bu sualın cavabını tapmış olduq. Diqqətinizə görə təşəkkür edirəm.